Pedaqogika elminin Azərbaycanda inkişaf etdirilməsinin səbəbi olan alimlərimiz var və mən o alimlərin adını çəkməyə özümə borc bilirəm. Bu alimlər Əjdər Ağayev, Nurəddin Kazımov, Əliydər Həşimov, Yusif Talıbov, Allahverdi Eminov, Ramin İsayev, Akif Abbasov, Hikmət Əlizadə, Fəraim Sadıqov, Əmrullah Paşayev, Fərux Rüstəmov, Ağa Hüseyin Həsənov, Ləzifə Qasımova, Rəhmə Mahmudova, Mehdi Muradxanov, Zahid Qaralov, Nübar Muxtarova, Rəfiqə Mustafayeva, Süreyya Əliyeva, Sərdar Quliyev, Fikrət Seyidov, Balaş Abbaszadə, Vidadi Xəlilov, Oqtay Rəcəvov, Mirzəfər Həsənov pedaqogika elmini inkişaf etdirən alimlərimizdir. Daha sonra pedaqoji nəzəriyyə 3 səviyyədə təzahür edir. Bu səviyyələr deməli təsir edici və izah edici səviyyədir, diaqnostik səviyyə və proqnostik səviyyədir. Deməli, təsir edici və izah edici səviyyə, bu səviyyə qabaqcıl pedaqoji təcrübəni öyrənməkdir. Diaqnostik səviyyə isə pedaqoji hadisələrin vəziyyətini, pedaqoqu və şagirdlərin səmərəli fəaliyyətini, onların təmin edən şəraiti və səbəbləri üzə çıxarmağı nəzərdə tutur. Proqnostik səviyyə isə pedaqoji gerçəkliyi eksperimental yolla tədqiq etmək və onun əsasında varlığı dəyişdirməyin modelini qurmağı nəzərdə tutur. Pedagogikanın texnoloji funksiyaları var. 3 səviyyəyə bölünür. Layihə səviyyəsi, dəyişdirici səviyyə və refleksiv səviyyə. Layihə səviyyəsi tədris planları, proqramları, dərslik və dərs vəsaitlərinin pedaqoji tövsiyələrin işlənib hazırlanması daxildir. Dəyişdirici səviyyəyə, deməli bu səviyyədə pedaqoji elmin nailiyyətləri təhsil praktikasını təkmilləşdirmək və yenidən qurmaq məqsədi ilə tətbiq olunur. Daha sonra refleksiv səviyyə və korrektiv səviyyə var. Bu səviyyə isə elmi tədqiqatların nəticələrinin təhsil tərbiyə praktikasına təsirinin yekunlarını qiymətləndirməyi və sonradan elmi nəzəriyyə ilə praktik fəaliyyətin qarşılıqlı təsirini korreksiya etməyi nəzərdə tutur. Pedaqogika elmində bizim alimlərimizin nəzəriyyələri və dərslikləri var. Bunlar pedaqogika, məktəb pedaqogikası, ali məktəb pedaqogikası, məktəbə qədər pedaqogika, müqayisəli pedaqogika, Azərbaycan xalq pedaqogikası, Azərbaycanskaya Narodnaya pedaqogika adlı dərsliklər və dərs vəsaitləri ali və orta ixtisas məktəblərində istifadəsi mümkün olan nəzəri vəsaitlərdir. Bu nəzəri dərs vəsaitləri Nurəddin Kazımov, Əliydər Həşimov, Yusif Talıbov, Əjdər Ağayev, Allahverdi Eminov, Ramin İsayev, Akif Abbasov, Hikmət Əlizadə, Fəraim Sadıqov, Əmrullah Paşayev, Fərux Rüstəmov, Ağa Hüseyin Həsənov, Ləzifə Qasımova, Rəhmə Mahmudova tərəfindən hazırlanmışdır. Pedaqogika elmində əsas 3 amil var: təhsil, təlim və tərbiyə. Pedaqoji prosesin tamlığını həyata keçirən bu 3 amil mütləq pedaqoji prosesdə iştirak etməlidir. Yəni, təhsilsiz pedaqoji proses olmaz, təlimsiz pedaqoji proses olmaz və tərbiyəsiz pedaqoji proses mümkün deyil. Yəni, biz bir uşağa pedaqoji prosesi həyata keçirəndə, məsələn, deyək ki, hər hansısa bir dərs mövzusunu keçiriksə, biz o dərs mövzusunda həm təlimi, həm tərbiyəni, həm təhsili, tədrisi o uşağa ötürməliyik. Daha sonra pedaqoji prosesdə 5 əsas kateqoriya var. Bu kateqoriyalar hansılardır? Təhsil, təlim, tərbiyə, inkişaf və təhsil vermə. Yəni, bu 5 kateqoriyadan biz mütləq istifadə etməliyik bu prosesin gedişatında. Bax belə, əziz tələbələr, mövzumuz burada yekunlaşır. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun.